Bu günlərdə Crystal Awards mükafatlandırma mərasimi keçirilib. Bu mərasim artıq 3-cü dəfədir təşkil edilir. Crystal Awards adətən müxtəlif sahələrdə uğur qazanan şəxslərin, şirkətlərin və brendlərin təltif olunduğu nüfuzlu mükafat tədbiri formatıdır. Belə tədbirlərdə biznes, media, təhsil, innovasiya, sosial layihələr, mədəniyyət və sahibkarlıq sahələrində fərqlənən şəxslər mükafatlandırılır. Öncəliklə sizi təbrik edirik, uğurlarınız bol olsun. Ümumi təəssüratlarınızı istəyəcək. Gözəl tədbirdir. Əvvəla qeyd etmək lazımdır ki, ümumiyyətlə mükafatlanma tədbirləri bir motivasiyadır. Bu yaxşı bir alətdir bu mənada. Çünki hər bir insan hansısa bir işi görürsə, düşünürsə, zəhmət çəkir, onun mükafatlandırılması, onun qiymətləndirilməsi həmin insan üçün çox vacib məsələdir. Həmin anda fərəhət doğurması və işinə verilən qiymətə görə həm də gələcək fəaliyyətində daha da çox stimul verir, motivasiya edir. O mənada belə tədbirlərin çox yaxşı önəmi var. Digər önəmi isə tədbirdə fərqli sahələrin insanları dəvət olunublar, ictimai siyasət, dövlət xadimləri, mədəniyyət xadimlərimiz, hörmətli xalq artistlərimiz, biznes sahə strukturlarından, istehsal strukturlarından insanları, yəni çox sahələr burada mən gördüm, əhatə olunub, mükafata layiq görülürlər. Bu çox yaxşı bir ideya, yaxşı fikirdir. Fərqli sənət insanlarının, fərqli sahənin insanlarının bir yerdə toplanması, bu həm də bir network, yeni tanışlıqlardır. Düşünürük ki, burada bir çox insanlar bu tədbir vasitəsilə tanış olurlar, çox yaxşı yeni əlaqələr qurulur və olan gələcək işlədikləri sahələrdə düşünürəm ki, müsbət onlara bir ideyalar gəlir, bölüşürlər öz təcrübələrini. Bu da o sahələrində yaxşı inkişaf deməkdir. Və axırıncı önəmli məsələ, düşünürəm ki, bu dövlətin bu sahədəki istehsala, biznes strukturlarına dövlətin kifayət dəstəyi var, dəstək alətləri var və ona bir dəstəkdir bu da həm də bir hansısa təşkilatlar tərəfindən, şirkətlər tərəfindən, vətəndaş cəmiyyətlər tərəfindən dövlətin bu siyasətinin dəstək verilməsidir. Bu da çox vacibdir, önəmlidir. Ona görə də mən təşkilatçıları təbrik edirəm, yeni uğurlar arzulayıram və bütün mükafat alanları da ürəkdən təbrik edirəm. Əsgərova Seydən, Liqtvin Konsalting şirkətinin təşkiçisi direktoruyam. Bugün burada mükafatlandırma tədbirində iştirak etmək üçün çox məmnunam. Bu tədbir mənə həqiqətən işlərimdə daha da uğurlu olmağım üçün çox böyük bir motivasiya verib. Bizim şirkətimiz maliyyə, mühasibatlıq, hüquq, gömrük xidmətləri ilə seçilir. Biz sahibkarlara, fiziki şəxslərə, hüquqi şəxslərə onların biznesini böyütmək üçün, daha da uğura götürmək üçün maliyyə mühasibatlıq xidməti göstərir. Bunun çərçivəsində təbii ki, hüquq xidmətlərimiz də var. Gömrük işlərinə məşğul olmaq istəyən sahibkarlar, ithal, ixrac olan sahibkarlara bu əməliyyatı icra etmək üçün daha dəstək oluruq və bizneslərini böyütməyə kömək edirik. Mən Əhədova Könül, məzahirimizi Sky Salonlar şəbəkəsinin rəhbəri, artıq 15 ildir ki, Bakı şəhərində fəaliyyət göstərirəm. 10 filialdan ibarətdir mənim şirkətim və bununla qürur duyuram və bundan sonra da irəli addımlarla atmağa üzmə. Bugün mükafat almaq necə bir duyğudur, necə bir hissdir sizin üçün? Böyük bir qürur. Belə bir iş insanları arasında mən də varam. Yəni tanışlıq, öz belə deyək də, çevrəmini böyütmək, bir sözlə qürur. Zəfər Rızayev, Qərb İnteriyer şirkətinin qurucu rəhbəriyəm. Bugün bu tədbirdə iştirak etməkdən və mükafat almaqdan çox xoş və qürur hissi duyuram. Mükafat almaq necə bir hissdir? Məsələn, iş sahəniz daha çox Mükafat almaq açıq, belə desək, bizim üçün təəccüblü və ilk bir hiss deyil, yəni öyrəşdiyimiz bir hissdir. İşimiz yanaşmamıza görə, yəni bu bizim çox başımıza gələn, yəni bizə çox bu hallar baş verib, yəni öyrəşdiyimiz bir haldır. Öyrəşdiyimiz bir haldır, ona görə də bizim üçün təəccüblü deyil və çox amma sevincli bir haldır. Xanoğlan Ramazanov,
Qanun Mühasibatlıq Xidmətləri MMC-nin təsisçisi və direktoruyam. Tədbir hər il olduğu kimi bilirsiniz bu tədbir hər il keçirilir. Bu il də çox möhtəşəm bir tədbir keçirildi. Biraz öncə Akşin bəyə də mən orada bildirdim. Biz də bu tədbirdə həm Qanun Mühasibatlıq Xidmətləri olaraq iştirak edirik. Şirkətimiz maliyyə mühasibatlıq sahəsində ixtisaslaşmış bir şirkətdir. 15 ildir ki biz artıq bazardayıq. Maliyyə mühasibatlıq, hüquq, kadr, audit və bu qəbildən olan digər işləri görürük. Həmçinin bizim digər bir neçə fəaliyyət sahələrimiz var. Onlar da orada sadalandı. İstəyirəm onların da adlarını çəkim mən. Şəki aqrosuvarma sistemləri var, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Hanoğlu baklava lokum var, türk şirniyyatlarının satışı və premium qablaşmalarda hədiyyələr təqdim edirik və bir neçə gün öncə elə Akşin bəyin də iştirakı ilə açılışını elədiyimiz təbii marketimiz var. Bütün şirkətlərimizlə müştərilərimizin qulluğundayıq. Həmçinin qeyd edeyim, bu gün mənim ad günümdür və bu hədiyyə mənim üçün çox xüsusi bir hədiyyə oldu ad günümdə. Çox sağ olun, təşəkkür edirəm. Azad Süleymanov, AS Texnoloji şirkətinin təsisçi həm rəhbəriyəm. Bugünkü tədbirlə bağlı fikirlərinizi bizimlə Gözəl bölüşərsiniz. tədbir keçir və baxırıq ki, qiymətləndirmə çox gözəl, qərəzsiz keçibdir. Çox ürəkaçanlı, həm də bu dövlət adamlarının gəlməyi, eləməyi. Akşin bəyə təşəkkür edirəm çağırdığına görə və uğurlar. Hüseynova Aysel, Altayser şirkətinin baş memarı, AHŞ Dizayn Studiyasının təsisçisi, həm də Rəssam Akademiyası müəllimiyəm. Fikirlərim oldu ki, çox gözəl tədbir idi. Yəni qeyd elədiyim kimi mənim üçün ümumiyyətlə hər zaman kimlik məsələsi həmişə önəmli olub. Yəni həm tarixi abidələrin kimliyi, insanın da kimliyi və əslində bu tədbirlər də bizim kimliyimizi formalaşdırır və gələcək bəlkə də nəsillərə bizə bir şərait yaradır ki, nələrsə edək həm memar olaraq, həm tədqiqatçı olaraq, həm də ailəmiz sevinir ən azından bu tədbirlərdə bizim iştirakımızı görüb və ona görə təşkilatçılara təşəkkür edirəm buna görə. Yəni xoş bir təəssürat oldu. Salam, mən Lalə Şirinzadə, LC Promo reklam şirkətinin rəhbəriyəm. Bugün biz bu tədbirə qatılmışıq bir sponsor olaraq. Tədbirin nominasiyası brend olub, hər biri biz tərəfdən hazırlanıb və bizim üçün çox böyük qürurdur ki, cəmiyyənin ən güclü sahibkarları ilə eyni tədbirdə iştirak edirik, onların nominasiyasını hazırlayırıq və ümid edirik ki, bu tədbirlər axarıncı olacaq, davamlı olacaq. Təşkilatçılara təşəkkür edirəm. Belə mötəbər tədbirlər vətənə, millətə həqiqətən də xeyirlidir. Biz LC Promo reklam şirkəti olaraq bu bazarda ən keyfiyyətli məhsul istehsal edən şirkətlərdən biriyik. Qiymət olaraq da ən münasib qiymət bizdədir və keyfiyyətinə də ki, söz ola bilməz. Bunu bizim müştərilərimiz də təsdiqləyər və boşuna demirik ki, zirvənin yolu bizdən keçir. Bütün şirkətlərin, holdinglərin, tədbirlərin işlərini görməyə hər zaman hazırıq. Salam, Quliyeva Çinarə memar dizayner. Artıq 15 ildən çoxdur fəaliyyətdəyəm. Və bu nominasiyaya görə də Fortuna Media rəhbərliyinə, Akşin Kəzimova xüsusi təşəkkürümü bildirirəm. Azərbaycanda bu günləri memarlıq xüsusilə də inkişaf etmək üzrədir. Özünüz də bilib görürsünüz, memarlıq və şəhər salma platformu da bunu göstərir. Mən çox sevinirəm ki, Azərbaycan günü-gündən inkişaf edir. İnşallah biz də memar kimi hər zaman öz işlərimizdə Azərbaycana, Azərbaycan memarlığına dəstək olmağa hazırıq.